Salam gün ay bugün də canlı qarşınızda saat 13:00 göstərirsə, demək ki bizim vaxtımızdır. Sağlamlığımıza ayıracağımız bir vaxtdır və dəyərli həkimlərimizlə bərabər bugün də sizə faydalı olmağa gəlmişik. Vaxt itirmədən ilk, gözəl, dəyərli həkim qonağımızı sizə təqdim etmək istəyirəm. Həm müsbət aurası ilə, həm çox faydalı məsləhətləri ilə tamaşaçıların ürəyini ram edən, artıq uzun illərdir gözümüzün qarşısında olan hamının sevimlisi Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova bizlə bərabərdir. Xoş gəlmişsiniz doktor. Təşəkkür edirəm. Mən də bu il yeni mövsüm üçün sizə uğurlar arzulayıram. Çox təşəkkür edirəm. Mənə də çox xoşdur, çox darıxmışdım. Zaur üçün, sizin üçün. Mən Zauru deməsəm, üncümə alınmır. Biz elə birik, düz eləyirsiniz. Təbii ki, amma mən həqiqətən də bu mövsümdə daha enerjili, daha möhtəşəm, daha insanlara faydalı olmağı arzulayıram. Çox sağ olun. Çünki təbii ki, insanlar bizdən çox şey gözləyir. Sizin verilişi hamı səbirsizliklə gözləyir. Və mən də gözləyirdim ki, mövsüm bitsin, yeni mövsümə başlayaq və İnşallah daha uğurlu, faydalı olsun. Bugün də əminəm belə olacaq. Bunlar hamısı sizin sayənizdədir. Dəyərli həkimlərimiz olmasa, onların faydalı məsləhətləri olmasa, veriliş ərzində onlarla insanın sualları cavablandırılmasa, bu verilişin də bir mahiyyəti qalmaz. Məhz bu komanda sayəsində, həkim komandamız sayəsində bu cür gözəl nailiyyətləri əldə etmişik və elə yayımlandığımız ilk gündən keçən il oktyabrın 7-si başlamışdıq. Bu dəfə verilişimiz sentyabrın 15-dən start götürdü. Çünki ATV-də də yeni mövsüm elə sentyabrın 15-dən başladı və əminəm ki, ötən ilki nəticələrimizdən də daha gözəl nəticələr əldə edəcəyik. Sayənizdə, bax sizin kimi dəyərli həkimlərimizin sayəsində ölkənin ən reytingli tibbi verilişi adını qazanmışıq. Təbii ki, bu elə həm də tamaşaçılarımıza görədir. Çünki bizi gözləyirlər, bizi izləyirlər. Buna görə hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Məlahət xanım buradadırsa, deməli çox maraqlı söhbətlərimiz olacaq. Çox maraqlı bir mövzu olacaq, amma bir xatırlatmamız var. İcazənizlə gəlin onu izləyək. Dərhal sonra bugünkü mövzudan xəbərdar olacaqsınız. Hər yaş qrupundan olan həm bəylər, həm xanımlar saç tökülməsindən əziyyət çəkir. Saç tökülməsinin çox səbəbi var. İstər böyüklərdə, istər yaşlı nəsildə, istər uşaqlarda bu bugün daha çox qabarıq görünə bilir. Müəyyən hissədən başlayır tökülməyə, get-gedə böyüyür. Tam keçəlləşməyə qədər gətirib çıxara bilir. Müalicəsi uzun müddətlidir. Müalicə hətta illər də çəkə bilər. 051 388 70 70 012 541 70 70 Nərgiz Tibb Mərkəzinin əlaqə nömrələridir. Ünvan olaraq soruşsaz, o zaman bunu qeyd etməliyəm. Sabit Rəhman küçəsi 11-də yerləşir, düz TQDK-nın yanında və Instagram səhifəsində ekranlarda yeri gəlmişkən yay boyunca doktorumuzun həm Instagram, həm TikTok canlı yayımlarını çox həvəslə izləyirdim. Doktor, möhtəşəmsiz. Yüzlərlə insan baxdın ki, o canlı yayımlarda suallar ünvanlayır və siz olmadan o saatlar ərzində o insanların, izləyicilərinizin suallarını cavablandırırsınız. Bu çox gözəldir. Bəli, mən də axır vaxtlar canlı yayıma tez-tez çıxmalı oldum. Çünki gördüm ki, günün tələbidir. Bəli. Həqiqətən də insanların ehtiyacı vardı və o sualları cavablandırmaq mənim özümə də çox bir rahatçılıq verirdi ki, kiməsə faydalı ola bilirik. Bugün də elə olacaq, çünki bizim qaynar xəttimiz aktivdir. Elə doktorumuzun sözünə qüvvət, onu da xatırladım. Qaynar xəttimiz artıq ötən ildən hər kəsə məlumdur. Hətta əzbər bilən izləyicilərimiz var. Artıq bizi salamlayırlar, xoş gün arzulayırlar. Hər birinizə biz də xoş gün arzulayırıq. Günün bundan sonraki hissəsi də gözəl keçsin. WhatsApp nömrəmiz, qaynar xəttimiz 055 254 0106. Həm zəng vurub suallarınızı ünvanlaya bilərsiniz, həm WhatsApp üzərindən yaza bilərsiniz və hal-hazırda TikTok canlı yayımımızı da elə bax bu dəqiqə mən aktivləşdirdim. Buna baxmayaraq artıq yüzlərlə insan bizim TikTok səhifəmizdə də var. Bugün də doktorumuzla çox aktual bir mövzuda danışacağıq. Çünki bu mövsümdə də halsızlıq yaşayanlar, dəri problemləri yaşayanlar, hətta müəyyən belə deyim, iştahsızlıqdan əziyyət çəkənlər var ki, hansı ki uşaqlar dərsə hazır
hazırlaşmağı, bəli, hamısı. Sağlam qalmağın yolunu axtarırlar və təhlükəni vaxtında tanıya bilmirlər. Bugün studiyamızda bu mövzunu bizimlə bölüşəcək hörmətli qonağımız, bizim dəyərli həkimimiz, parazitologumuz, tibb elmləri doktoru Məlayət xanım var. Elə sözü ona verirəm. Onun hər bir cümləsi bir məsləhətdir, ona görə diqqətlə dinləyirik. Buyurun, doktor. Təbii ki, qurd xəstəlikləri çox yayğındır. Yay aylarında bu daha aktiv olur. Çünki insanlar təbiət qoynunda daha çox olur. Və qurdlar bizim həyat tərzimizdə geniş yer tutur, aktual bir mövzudur. Və ilk öncə onu da qeyd edeyim ki, inşallah beynəlxalq bir konferans olacaq. Bu konferansın təşkilatçısı bizik və Nərgiz klinikasıdır və bu möhtəşəm beynəlxalq parazitologiya konferansıdır. Yəni burada gedir işlər. Yəni dünyanın hər bir yerindən qonaqlarımız gələcək. Təbii ki, parazitar xəstəliklər nəinki Azərbaycanda, bütün dünyada, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bugün çox diqqət mərkəzindədir. Çünki insanlar arasında həddindən çox yayğın olan bu xəstəlik bir çox xəstəliklərə səbəb olur. Bu yüzdən də insan helmintləri, bilirsiniz ki, mən parazitologiya kitabımda da bu haqda geniş yayılıb. Nəinki bitkilərdə olan, dəridə olan, saç dibində olan, ümumiyyətlə parazitlər çox yayğın. Bugün və insanlar çox müraciət edirlər. Sağlamlığımızın gizli düşmənləri mən deyirəm onlara. Çox gözəl vurğuladınız. Həqiqətən də belədir. Parazitlər 3 qrupa bölünür. Girdə qurdlardır, lent şəkillilərdir və sorucu qurdlardır. Bunlar demək olar ki, 3 qrupa bölünməklə ən çox insanlar arasında yayğın olanı girdə qurdlardır ki, bu da askaridlərdir, angilostomadır, məsələn, trixomonosdur. Məsələn, bir çox qurd növləri var ki, toksikaradır. Bunlar hamısı demək olar ki, girdə qurdlar siyahısandadır. Lent şəkillilər adətən öküz soliterləri daha çox yayğındır. Bilirik ki, biz Azərbaycanda donuz soliterinə az rast gəlinir. Amma biz bölgələrdə, rayonlarda, bir çox yerlərdə olduğumuz zaman çox teni arenxozu, yəni bu tenilərə daha çox, hətta öküz soliterinlə yanaşı donuz soliterinə də rast gəldik. Donuz soliteridə xəstə dedi ki, biz təəccüblə qarşıladıq, siz donuz ətindən istifadə etmişsinizmi? Dedi, bəli, qardaşım sala istifadə eləyəndə, mən də sala yemişdim Rusiyada. Bu yüzdən də təbii ki, bu yoluxma baş vermişdir. Belə bu cür baş vermişdir. Baxın, qurd xəstəlikləri bugün o qədər yayğındır və onun nə qədər fəsadlarının olduğunu biz bilsək, insanlar bunun üçün, yəni adi qurddur deyib keçməz. Kiçik yaşlı uşaqlarda ən çox rast gəldiyimiz enterobiozlardır, trixopoliozdur. Bundan başqa ən çox kiçik yaşlı uşaqlarda valideynlər tükbaş, biz quyruq, yəni bu kimi qurd növlərinə rast gəlinir. Trixanella bugün daha çox yayğındır. O da birbaşa ali sinir sistemini pozur. Ən çox bizə müraciət edən xəstələr içərisində nevropatoloqlarımızın yönəltdiyi xəstələrdir ki, bu uşaqlarda ali sinir sisteminə nə qədər güclü təsir var. Artıq onun verdiyi əlamətlər üzərə parazitoloqa yönləndirirlər. Doktor, daha çox hansı əlamətlərdir? Bizi valideynlər çox izləyir, onlar da bilsinlər bunu. Demək, ilk öncə sinir sistemində olan gərginlik, aşırı əsəblilik, iştahsızlıq, halsızlıq, bəzən belə xəstələrdə ümumiyyətlə mədə-bağırsaq, göbək ətrafı sancıların olması, uşaq tez-tez sancı ilə qıvrılır. Məsələn, görürsən ki, uzun müddət bu sancı davam edə bilir. Bəzən görürsən, əlləri ilə qarınlarını... Gecə yatanda yuxuda qışqırırlar, ayılırlar, yuxu pozğunluğu yaradır, sinir yaddaş zəifliyi yaradır. Hətta askaridozların əksəriyyətində, askaridi olan xəstələrdə qurd invaziyalarından asılı olaraq haşnana, girdə qurdlarda, haşnanada uşaqlarda sudurqa əlamətinin olması, epileptik tutmaların artması. Hələ son illərdə bizim klinikamıza bu yaxınlarda Türkiyədən bir neçə professor maraq göstərmişdi, gəlmişdi. Bir-iki gündə yenə də oradan bizə yazırlar, canlı yayım açırlar. Bizim klinikamıza gələn professorlardan universitet professoru idi. Dedi ki, autizmində bugün tam dəqiq qurd xəstəliklərindən yarandığı və qurd xəstəliklərinin başlıca rol olduğu aşkar olunub. Bəli, mən bunu hətta oxumuşam bundan bağlı məlumatları. Bəli, autizmdə çox böyük rolu var. Və onu da qeyd edeyim ki, ümumiyyətlə dünyada
Rusiya bölgəsində ən çox araşdırma, parazitologiya üzrə aparılan araşdırmalar öz təsdiqini tapır ki, bu da bir çox xəstəliklərin yaranmasına səbəb olur. Deyərdim ki, orqanizmdə yaranan xəstəliklərin başında, infeksiyon xəstəliklərin əksəriyyətində parazitar qurd xəstəliklərinin rolu böyükdür. Sözünüzə qüvvət, hətta orada mən bir araşdırma oxumuşdum. Həm autizmlə bağlı, həm də nitqdən geri qalan uşaqlarda nitq inkişafının yaranmasına səbəb olur. Bədəndə olan qurdların növləri, yəni müəyyən növləri. Deyirəm, haşnana qurdları birbaşa ali sinir sisteminə təsir edir. Məsələn, trixanella qurdu çox uzun müddət aşırı əsəblilik sinir sisteminin gərginliyini yaradır. Askaridozu olan xəstələr, bax, məsələn, bu görünən görüntülərdə ən çox askaritlərdir. Bu lent şəkillilərdir bu görüntü, amma ondan qabaq ki, askaritlərdir. Məsələn, bu lent şəkillilərdəndir, öküz soliteridir. Doktor, uşaqlarda da olur öküz soliteri? Uşaqlarda da olur, böyüklərdə də olur, onun dəxli yoxdur. Mən bu gələndə 2-3 görüntü vermişdim, yeni görüntü. Bax, burada 3 qurd var, bir dəqiqə gözləyin. Bax, burada görürsünüz askaridi. Böyük bir soxulcan qurd var orada. Orada xırda, o görünən düyüyə bənzər xırda qurdlar var ki, o qurdlar, bu 2-3 qurd görünür burada. O xırda düyüyə bənzər trixanella qurdlarıdır və nazik ağsap kimi olan qurdlar isə enterobiozlardır. Baxın, bir uşaqda 3 qurd var. Bu 3 qurd olan zaman allergik həssaslıq artır. Mədə-bağırsaq problemi yaranır, qəbizlik, ishala meyillilik yaranır, yaddaş zəifliyi ola bilər, aşırı uşaqda əsəblilik yarana bilər. Belə uşaqların uzun müddət valideynlər nevropatoloqa aparır, müəyyən, məsələn, allergoloji müalicələr alırlar, amma nəticə ala bilmirlər. O yüzdən ki, o qurd orada olana qədər xəstə bu görüntülərin hamısı evdən valideynlərin çəkib göndərdiyi görüntülərdir. Mən oradan deyərdim ki, Əlvanın yeni verdiyi kadrları da göstərsinlər ki, görün, əgər bir bədəndə bu qədər, bax, torba ilə valideyn göstərir. Qurdun, bax, orada tərpənir. Bu lent şəkillidir. Bu gəlin, cavan gəlindir. Bunda 5 növ qurd var idi. Askarit də var idi. Bəli, tərpənirlər hətta. Videoda görünür ki, onlar necə tərpənir. Baxın, bu qurdlar orqanizmdə olduğu müddətdə qan azlığının yaranması, rəngin avazıması, mədə-bağırsaq problemlərinin yaranması, həddindən artıq bu xanımda özündən asılı olmayaraq gərgin sinir sistemində gərginliklər var idi. Askarida, toksikara, lamblia, enterobioz və bu öküz soliteri. Doktor, indi baxın ki, bunlar necə ciddi səbəblər, yəni ciddi fəsadlar törədir. İnsanda təbii ki, dərisində övrələrin olması, aşırı demək olar ki, orada belə qaşınmalar, köpəşmə deyək də, belə insanlar loru desə, övrə nədir? Övrə dərinin üst qatından qalxmış qızartılardır. Qabıqlamalar. Bəli, baxın, bu qurd növlərini insanlar bəzən fikirləşmir, baxmır. Bu klinikamızda çox yeni bir panel var, nəcis paneli. Mən buradan xəstələrimizə onu da müraciət edirəm ki, hətta xahiş edirəm ki, gələndə valideynlər mütləq nəcis analizi gətirsin. Nəyə görə? O panel ki, almışıq, orada bütün növ qurdların tam müayinəsi aparılır o panel üzrə. O çox yeni bir paneldir və o panellə bütün qurd növlərinin aşkarlanması nəcisdə mümkündür. Qanda da aparılır, bütün panellər varımızdır. Nəcisdə də var və saskop yaxma vasitəsilə də aparılır. Yaxma da yeni üsullar gətirmişəm. O yeni üsulla olan o yaxmaların götürülməsi tam fərqli bir üsuldur. Gələn dəfə gələndə o görüntüləri göstərəcəm. İndi burada yəqin ki, qızların yadından çıxıb onu verməyiblər. Mikroskopda canlı olaraq Demodekslərin görüntülərini mən videolarına götürmüşəm ki, deyirəm ki... Hansı ki, canlı formada, hərəkətli formada. Bəli, onlar mikroskop altında necə hərəkət edir, laboratoriyamızda onların dəqiq aşkarlanması mənim üçün çox önəmlidir. Çünki mən müalicəmin əsasında mən görürəm ki, çox... O bir görüntünü də Əlvan mümkün olsa göstərir. Görün, neçə ildir bu sahədə Sməla xanım? Bəli, bax, indi buna baxın. Görün, bu nə qədər uzunluğunda olan bir qurd növüdür ki, bunu bir adamın bədənində, bax, bunu evdən valideyn çəkib göndərir də bizə. Bu qurdların növləri bu qədər.
olanda insan bədənində. Görün uzunluğuna baxın, o buğumları görürsünüz. 1 metrdən çox. Bu qurdlar insan bədənində o qədər zərər verir ki, insan canlı bir yəni onu içdən yeyir canlını içəridə gəzdirirsə, onun minerallarını, allergiyası, vitamin çatışmamazlığını yaramaz. Parazit olan zaman yediğimiz qidalarda olan vitaminlərin orqanizmə sorulması ləngiyir, immun sistem zəifləyir və belə uşaqlar zəif olur, arıq olur və belə uşaqlar çəlimsiz deyirlər onlara, bəli. Valideyn deyir ki, məktəbə gedir, baxıram ki, sinif yoldaşları hamısının boyu daha uzun, daha belə canlı, amma həmin uşaq, həmin o sinifdə daim, yəni belə həm boyca balaca olur, həm də çəkicə. Yəni o zaman əgər belə bir şeylər müşahidə edirsinizsə, əziz valideynlər, qurddan şübhələnmək lazımdır ilk növbədə və müəyyən müayinələr etmək lazımdır. Miqrasiya hamımız xarici ölkələrə gedirik, rayonlara gedirik. Aşırı hər kəs pusat. Küçədə qidalanma. Bəli. Bayır yeməklərindən, fast food yeməklərindən istifadə edirlər. Həm keyfiyyətsiz qida uşaqlara veririk, həm yoluxdururuq. Keyfiyyətsiz niyə görə deyirəm? Çünki o yeyilən, mən hərdən nəvələrim də alır, bunu gizlədə bilmərəm. Hamının istəyi olur, nə qədər desək də indiki uşaqların tələbatı onadır. Amma yenə də valideyn diqqətli olmalıdır və bu qidalardan və gigiyenik qaydalardan diqqətli olmalıdır, çəkinməlidir. Bu qidaların onlara verdiyi, ona görə indiki uşaqlarda bu qədər xəstəlik var. İnsanlar bu qədər tez-tez xəstələnir, tez yoluxur. Tez yoluxmanın, qurda yoluxmanın səbəbi nədir? İmmun sistemin zəif olması. İmmuniteti zəif olan, immun sistemi zəif olan insan tez yoluxacaq. Əgər bugün biz uşaqların, əgər bir valideyn uşağının sağlamlığının qeydinə qala bilmirsə, gələcək böyük problemlərlə üzləşir və çox vaxt gedirlər həkimə, pulum yoxdur, imkanım yoxdur, qoy məndən incisirlər, amma deyəcəm. Gələn hamı deyir ki, imkanım yox. İmkanın yoxdur, uşağını vaxtında qidalandır, sağlam böyüt və həkimə getmə. Küçə yeməklərindən Profilaktika budur ki, xəstələnməyəsən. Xəstələnirsənsə, bəli, bugün tələbat odur, hər yer özəl klinikada olsa, dövlət xəstəxanaları da olsa, dərman almaq, müayinə etmək məcburiyyətindəsən. Ona görə sağlam qida uşağımızın sağlamlığıdır. Yəni onun kökündə, sağlamlığın kökündə budur. Bəli, keyfiyyətli qida sənin uşağının sağlamlığıdır. Mən keçən dəfə böyük qadın sahibkarlarının konfransı var idi, tədbirləri var idi. Elə bu yay boş qalmamışdı. İzlədim, foto şəkilləri izlədim. Bəli, bu yaxından hətta Macaristanda, forumda da oldu. Burada nəyi demək istəyirəm? Orada da deyirəm, əgər bugün meyvələr evdə, həyətdə, rayonlarda tökülür. Öz uşaqları üçün adi quru meyvələri belə gedir bazardan alırlar. O quru meyvəni evdə sən özün hazırlasan, kaliaratat var onun tərkibində. Yəni sizin bəzi həddindən artıq içdiyiniz dərmanlar, orqanizmdə olan müəyyən fəsadlar, yaşlı nəsil arasında o kalsinin orqanizmdən getməsi və o quru meyvələri qidalanmaq, kaliaratat ürək qidalandırması üçün çox önəmlidir. Yəni, o qədər bunlar incəlikləri var ki, mən bunu verilişlərə sığışdıra bilmirəm. Təbii, bəzən insanlar bunu qəbul eləmək istəmirlər, amma çox dərindən araşdıranda, hal-hazırda bu parazitlər xəstəliklərin nə qədər yayğın olduğunu insanlar aşkarlaya bilər. Yəni, indi hər kəs risk altındadır. Amma Məlahət xanım elə bir tövsiyə etdi ki, hal-hazırda valideynlərə, düzdür, mən də bir valideyn kimi harasa çıxırıq, küçəyə gedirik, uşaqdır, kimdəsə görür, istəyir, amma bunu minimuma endirmək lazımdır. Yaxşı, ayda bir dəfə. İndi uşaqdır, bir mükafatlandırmaq üçün, məsələn, onu belə həvəsləndirmək üçün bunu edə bilərsiniz. Amma mən ailələr tanıyıram ki, evdə ümumiyyətlə yemək bişmir və hər gün fast food qidaları onların evlərinə girir. O keyfiyyətsiz qidadan o uşağın immun sistemi nə olacaq? O uşağın inkişafında nə olacaq? Ona görə də mən həmişə verilişlərdə vurğulayıram ki, valideynlər, analar bilməlidir ki, uşaqlarının normal qidası olmalıdır. Qida rasyonu normal olmayacaqsa, o uşağın inkişafı olmayacaq. Mən sizə qısa da olsa bir qurd növündən də danışmaq istərdim. Bilirəm ki, illərdir mən bu parazitologiyanı gündəmə gətirmişəm və bu haqda da həmişə mən geniş məlumat verməyə çalışmışam.
angilistoma qurdu haqqında danışacağım. Hələ heç bir analizdə buna rast gəlməmişəm ki, bu qurdu kimsə aşkarlansın. Bu qurd adətən cənub bölgəsində torpaqla işləyən əhalidə daha çox olur. Bu angilistoma qurdları isə qida borusunda daha çox, qida borusunun limfalarda daha çox yerləşir və mikroqanaxmalara gətirib çıxarır. Anemiyaları, səbəbsiz anemiyalar var. Bu anemiyalarda da bu angilistoma qurdunun deyərdim ki, birbaşa rolu var və o qida borusunun divarlarında mikroqanaxmalar yaradır ki, o mikroqanaxmalar da illərlə anemiyaların yaranmasına səbəb olur. Doktor, bunu necə aşkarlamaq olar? Boğazdan yaxma götürülür? Yox, o qurd növləri nəcisdə də aşkarlanır. Ən çox nəcisdə düzgün, bayaq dediyim kimi o panellər ki almışıq, o panelləri mən məsələn almaqda məqsədim nədir? Daha düzgün, daha dəqiq. Mənə deyirlər ki, laboratoriyada açığı da həkimlər deyir ki, Məlahət xanım, bu analizlər burada baha başa gəlir. Deyirəm, eybi yox. Amma mən daha yaxşı, dəqiq cavab alacağım. Mən bilirəm ki, xarici ölkələrdən nə qədər gəlir insanlar bu müayinələr üçün sizin yanınıza? Laboratoriya mən heç vaxt ekonomiya eləmirəm. Nəyə görə? Çünki mənim işim laboratoriyadan asılı olduğu üçün laboratoriya ən yeni panelləri, ən yeni reaktivləri, ən keyfiyyətlilərini almağa çalışıram ki, alıram da ki, mən aşkarladığım paraziti, aşkarladığım xəstəlik. Bilirsiniz, nə qədər biz xəbəri olmayan xəstələrdə qurdları da aşkarlamışıq, anemiyanı aşkarlamışıq, bir çox xəstəliklər olub ki, onları aşkarlamışıq və biz onları yönəltmişik ki, bunlar. Bəzən valideynlər laqeydlik eləyə bilir. O qədər qan institutuna bizim xəstələr gedir, biz aşkarlayıb göndəririk ki, bu xəstələrdə bu qədər problemlər var. Yəni, bu yaxından bir xəstəmizdə oldu. O xəstədə uşaq saçını qırıb yeyirdi. Və o, biz valideyn nə qədər yerə aparmışdı, o uşağa nə müayinə normal olmamışdı, nə də o uşağa diqqət göstərilməmişdi. Amma valideyn deyəndə ki, saçını qırıb yeyir, bir neçə dəfə bizim klinikamızda belə bir xəstələr aşkarlanıb. Endoskopiya zamanı o görüntülər var bizdə, gələn verilişlərdə onu gətirəcəm. O görüntüləri biz gördük və o uşağı yönəltdik. O uşaq getdi yeni klinikada əməliyyat oldu. Hansı ki, mədəsində çox sayda kütlə şəkildə və onu da göstərdilər televiziyada, ictimai kanalda da göstərdilər. O bizim klinikamızda aşkarlanmışdı və biz направление verdik. Valideyn rayonda yaşayırdı və getdi, göndərdilər, orada onu əməliyyat elədilər və o böyük bir, nəyə görə? Bax, bunlara valideyn diqqətli olmalıdır. Uşaq saçı qırır, yeyir, sancısı var. Valideyn fikirləşmir ki, bu o saç gedir mədədə yığılır, onun üstünə yığılan qida, üstə yığılan qədər get-gedə böyük bir kütlə əmələ gətirir. Bu videolar var bizdə. Hansı ki, bunu yalnız əməliyyat vasitəsilə əməliyyatla biz onu eləyə bilməzdik, amma biz aşkarladıq və göndərdik. Yəni, diagnostika bizdə çox önəmlidir və xəstəliklərdə... Doktor, üzr istəyirəm, çox sayda suallar gəlir. Bu sualların hər birini səsləndirəcəm. Valideynlər hər yaş qrupunda olan övladlarını, elə böyüklər də yazırlar. Məsələn, bir xanımımız yazır ki, mənim oğlum 17 yaşındadır, amma heç əmələ gəlmir, yemək yesə də kökəlmir. Yəni, burada da qurd xəstəliklərdən, parazitar xəstəliklərdən söhbət gedə bilər. Araşdırmaq lazım. Bəli, suallarınızı səsləndirəcəyik. Mən istəyirəm ki, doktorumuzun müəyyən bir görüntüləri var, onları da görəsiz. Bizim tibb elmləri doktoru, Nərgiz Tibb Mərkəzinin baş həkimi, Azərbaycan Fitoterapevtlər İctimai Birliyinin sədri Məlahət Qəhrəmanova 4 kitabın müəllifidir, 23 patentə sahibdir. 20 dekabr 2022-ci ildə İngiltərədə Oxford Liderlər Sammitində ixtiralarına görə Oxford Birliyinin fəxri professoru diplomu ilə və qızıl medalı ilə təltif olunub və onu qeyd etməliyəm ki, Məlahət xanımın klinikasına artıq uzun illərdir fəaliyyət göstərən bir klinikaya dünyanın hər bir yerindən əcnəbi və
vətəndaşlar da gəlirlər, şəfa tapırlar və xüsusən də qurd xəstəliklərindən əziyyət çəkənlər, saç tökülməsindən əziyyət çəkənlər, dəri problemlərindən əziyyət çəkənlər varsa, mütləq Nərgiz Tibb Mərkəzinə müraciət etsinlər. Mən ünvanı bir daha xatırladıram. Sabit Rəhman küçəsi 11, elə Bakıda yerləşir bildiyiniz kimi TQDK-nın yanında. Instagram səhifəsində ekranda görürsünüz. Doktorumuzun TikTok səhifəsində biz gərək qeyd edək. Çünki doktorumuz artıq TikTok səhifəsində də çox aktivdir. Və əlaqə nömrələrini də qeyd edirəm. Elə indi nə sualınız varsa bu nömrələrlə əlaqə saxlaya bilərsiniz. 051 388 70 70 012 541 70 70.